Ayın maksad o menzuri olup rah-ı Ali. Bu ayın mah Khuda, mah Kur'an, mah Ali. Bu ayın maksad o menzuri olup rah-ı Ali. Bu adın, bu ayın adını Allah koyup mahe. Bu ayın adını Allah koyup mahe. Ne güzel aydı bu ay, rütbeye vala vardı. Şab-ı kadro, şab-ı nuro, şab-ı ahya vardı. Ne güzel aydı bu ay, rahmet o ihsan aydı. Açılıp dergâh-ı hak bendiyem mehman aydı. Ne güzel aydı bu ay, eşk yağur şur calur kalbe insaniden. Asmaya taraf nur calur. Bu güzel ayda veli kana batıp, bu güzel ayda veli yarimiz el kana batıp. Bu vefa eylemeyen dehrin Ali daşına atıp. Hey fola Celle seranlar onu derk eylemedi. Yediler düz söreyinden bir düz söz demedi. Hey fola bilmediler yer göğe hakimdi Ali. Anlayabilmedi hukam-ı Arab kimdi Ali. Hey falan camiaden oğdaları silmediler. Kuyuda bildi Ali kimdi, onlar bilmediler. Hey falan camiaden oğdaların silmediler. Kuyuda bildi Ali kimdi, onlar bilmediler. Hey falan ehl-i hakka zulm olunup her yerde verdiler hükm. Ali saf ola menberlerde. Acayip Xəlil Neşad ay zamanında xub riştəsi əslən tarixdir. 61 il 75 min dənə mənbər Muaviyyə təsis elədi. Nəyə görə? Əlini lə'n eləyələr. Kimin sözüdür bu? Əl-Qədri gedin oxuyun. Əllamə-i Əmini rəhmətullah buyurur, 61 il müsəlmanlara qunutunda dedilər, Allahümmə inni əşhədu ənə Ali ibn Abi Talib qəd əlhətə fi dinikə fəl'an. Allah Ali dinindən xaricdir və lənət olsun Əli. 61 il müsəlmanlar bu qunutu dedilər. Əllamə Əmini buyurur. Hey falan camiaden oğdaları silmediler. Kuyuda bildi Ali kimdi, onlar bilmediler. Hey falan cehl-i avam eyledi. Hey falan cehl-i avam eyledi dünyanı xarab. Yeri var bir belə cəhlə yazılan, gündə kitab cəhl bir vacədi. Hər ümmət ola cəhlə duçar. Öz evin, dinin evin, hər
iki dünyada yıkar. Neyliyək cəhrə duçar oldu, o gün ümmət-i pəst. Boşlayıb Allah'ı oldu hamı iblis pərəst. O vəfa eyləməyənlər ki Əlidən doydu, o cəmaət ki belə sərvər tənha qoydu. O quruhi ki yədullahi qəmin eylədilər, həmsər Fatiməni xanənişin eylədilər. Nə fəqət şəms onlar mahin əlin bağladılar, bəndələr gəldilər Allahın əlin bağladılar. Bilməyiblər ki Əli xəlqi hidayət eləyir, məsnədi ərşidi göylərdə hükümət eləyir. Eşq aşıqları dünyada pərişan eləyir, gecəni sübhə kimin gözlərini qan eləyir. Eşq bir iş görər, aşıq ürəci yarələnəm, düşə çöldən çöləm, kuçə boyu avarələnəm. Eşq bir mucizədir, hər kim ona olsa duçar, tapa bilməz nə gecə gündüz aram o qərar. Eşq lazımdır ki insanda məhəbbət yaradan, qalmaya pərdə gərək aşıq o məşuq aradan. Eşq eşq olsa ürəkdən poza bilməzlər onu, döndərəməzlər hədəfdən mütəali yolunu. Eşq aşıqları məşuqları dərdə salar, nə qədər fasilə düşsəm cinə payəndə qalar. Aşıq insan yorulanda sözün Allah'a deyər, xəlvətində oturub niskilini çaha deyər. Kim deyərdi belə bir günlərə Heydər düşəcək, Nəxlizara gecələr Fatih Xeybər düşəcək. Qurban olum mən belə bir rəhbərə, eşq o həqiqətlə nəzər sal biraz, ta gözüvə görsənə bir mənzərə. Bəs ki Əli aşiqidir Allaha, Allah özü aşıq olub Heydərə. Xanəni neynir o həqəllə məkan, ta evini görsə də hacilərə. Qiblə olub zadəgəh Murteza,